Masazırın ən hündür ərazisində. Yəni ki, bundan hündür inanmıram ki, nəsə bir ev olsun. Dəyərli izləyicilər, bax bu ev satılır, təcili satılır, şəxsi tikili evdir. 3 mərtəbədir, kolonlarla tikilib. Çəkiliş vaxtı göstərəcəm. Baxın, çöldən çəkirəm ki, zaborun kolonların, kəmərin görəsiniz ki, adicə zaborun da kolonlarla tikib, betonla, hamısının armaturlarla toxuyub. Masazırın hündür ərazisindədir, şok marketin arxasındadır. Baxın, yol da buradadır, dəyərli. Əsas yol buradan keçir. Binadan hündürdür. Təsəvvür elə, binanın krişasından hündürdür. Binanın krişası gəlib bunun evin altına düşür. Masazırın hündür ərazisində şəxsi tikili belə bir ev çəkib təqdim edirəm. İndi həyətyan sahəsini göstərəcəm. Dəyərli dostlar, dəyərli izləyicilər, evimizin giriş hissəsidir. Baxın, belə bir sakit həyətyan sahəsi var. Kifayət qədər genişliyi var burada, həyətində. Yəni, həyətə avtomobil daxil olur. Qapının ağzında saxlamağa yer var. Həyətdə son tamamlanma işləri qalıb. Yəni, gücü satan qədər təmir edib. Evin içi tam təmirli yaşayışdadır. Amma həyət bazar gördüyümüz kimidir. Kombo otağı buradadır. Əlavə skladı orada var, dəyərli izləyicilər. Evin altını sizə göstərim, kolonlarını göstərim. Baxın, hündürlüyə baxın, görün hansı səviyyədəsiz. Yəni, çox hündür bir ərazidə yerləşir. Buradan keçək evin arxa hissəsini sizə göstərim. Evin monolitini göstərim. Hər mərtəbəsi monolit betondur, dəyərli izləyicilər. Hər mərtəbəsi monolitdir. Baxın, mərtəbə arası monolit, aralar kolonlar. Bir kolon orada yerləşir, yəqin görsənir. Baxın, evin fundamentinə baxın, necə bax. Bax, fundament gedib, necə lazımdır. Yəni ki, burada tikilişlə bağlı heç bir sorun bilməz. Evin arxasında da boş sahəsi var. Buradan da qapısı var ki, çölə çıxır. Yəni, buradan qapısı var, əl qapısı var ki, çölə çıxır. İstəyə görə, baxın, bu qapı çölə çıxır. İstəyə görə evin alt hissəsini təmir edib, ayrıca kirayə verə bilərsiniz ki, yəni, qabaq evə heç bir aidiyyəti olmayacaq. Altın təmir edib kirayə versəz, ayrı bir qazanc olacaq siz üçün. İndi evin içinin otaqlarına mən sizə yaxından tanış edeyim. Qeyd edeyim ki, evimizin qiyməti endirilmiş qiymətdir. Bu ev satışa qoyulmuşdu 146 minə. Hal-hazırda ev satılır 120 min manata. Təcili satılır, dəyərli izləyicilər. Qiymətində real müştəri olsa yenə də endirim etmək mümkün olacaq. Burada belə bir söhbətgahı var. Oturub çay içmək üçün eyvan hissəsidir. Eyvandan yenə də mən sizə ətrafı göstərirəm. Baxın, Araz marketin üzbəüz məhləsində. Arazdan baxanda bu ev görsənir. İndi evin içinin otaqları ilə tanış olaq, evin proyekti ilə tanış olaq. Belə bir giriş hissəsi var, dəyərli izləyicilər. Otaqlar koridor vasitəsilə bölünür. Burada yerləşir evimizin mətbəx hissəsi. Mətbəximiz genişdir. Qiymət 120 min manat təklif olunur. Real müştəri olsa, yəni danışıb razılaşmaq mümkündür. Baxın, bura evimizin qonaq otaq hissəsidir. Qonaq otağından da eyvana çıxış var, dəyərli izləyicilər. Buradan bir daha göstərim. Yəni, şəxsi ev axtaranlar, Masazırda şəxsi ev axtaran yoldaşlar baxa bilərlər. Sənədlər də baxın, qaydasında, qabağımızda. Evin birbaşa kupçası var. Baxın, 124 kvadrat, 1.8-in içində 124 kvadrat çıxarış. Paket kupçadır. Buradan eyvan hissəsini görürsünüz. Eyvandan lijankasına qədər var. Baxın, təkrarsızlıq olmasın. Geniş eyvan hissəsi var. Evin ikinci mərtəbəsi ilə mən sizə yaxından tanış edeyim. Birinci mərtəbədə olan sanitar qovşağı göstərim. Baxın, bura sanitar qovşağı yeridir, amma kladovka kimi istifadə olunur. Burada əl yumağı yerdə var. Bura isti polla təchiz olunub, kollektor sistem orada, dəyərli izləyicilər. İkinci mərtəbəyə qalxan plekanlar betondur. Üstü mərmərlə döşənmişdir. Mərtəbə arası betondur. Çox möhkəm evdir, dəyərli izləyicilər. İkinci mərtəbədə isti polla təchiz olunub. Bu da ikinci mərtəbənin kollektor sistemi. Yəni, ikinci mərtəbəmiz də isti poldur, dəyərli izləyicilər. Əlavə olaraq radiatorlar da qoyulub. Evlər çox möhkəm tikilib. Bura bir otaqdır, bura bir otaqdır, burada bir otaqdır. İndi otaqlardan mənzərələri mən sizə göstəreyim. Baxın, bu mənzərə baxır əsas yola, Araz marketə baxır. Buradan bu bursu pəncərə baxır Duz gölünə. Birbaşa Duz gölündən panoramadır. Yəni, su basmaq söhbəti burada yoxdur. Qaz, su, işıq daimi olan yerdir, dəyərli izləyicilər. İkinci mərtəbənin sanitar qovşaq hissəsi göstərim. Tam təchizat, bütün aksesuarlar bağlanmışdır. 120 min manata təcili olaraq satılır. Bura uşaq yataq otağıdır. Danışıq əsasında yataq otaqları, əşyaları saxlamaq mümkündür. İstəyə görə hara qaldı? Harada nəyə göstərdim, nəyə göstərmədim bilmirəm. Hər otaqda 2 pəncərə var. Buradan evin həyətyan sahəsini göstərirəm. Baxın,
Belə bir həyətyan sahəmiz var. Geniş həyətyan sahə, məhəlləsi rahatdır. Evə gələn yol asfaltdır. İki tərəfdən evə yol var. Şok Market tərəfdən də yol var. Tam Store Market tərəfdən də evə yol var. Yaxınlıqda məktəb var, dəyərli izləyicilər. Da hər şey dedim də. Əlaqə nömrəsi 077 313 0331 nömrəsi ilə əlaqə saxlayıb bu və digər evlər haqqında məlumat ala bilərsiniz. Kanalda reklam yerləşdirmək ödənişsiz və pulsuzdur. Sizin də eviniz, mülkünüz, torpağınız varsa satışı üçün bizə müraciət edə bilərsiniz. Satışında sizə köməklik göstərərik inşallah. Buyurun kanala abunə olmağı, videolarımızı izləməyi unutmayın.